Meksikada baş verən hadisələrlə bağlı Azərbaycan vətəndaşları tərəfindən hansısa müraciət barədə məlumat daxil olmayıb. Bunu jurnalistlərə açıqlamasında Xarici İşlər Naziri Ceyhun Bayramov bildirib. Səfirlik fəaliyyətdədir və biz son hadisələrlə bağlı səfirliklə əlaqədəyik, deyə nazir qeyd edib. Biz mütəmadi şəkildə bizim səfirliyimizlə əlaqədəyik. Hər hansı bir Azərbaycan Respublika vətəndaşlarının buna dair müraciətlərinin müşahidə olunması, hər hansı bir sıxıntıların olunması ilə bağlı belə bir məlumatlar bizə daxil olmayıb. Səfirliyimiz fəaliyyətdədir. 24 saat ərzində onunla əlaqə saxlamaq olar və yəni təbii ki, yerli orqanlar tərəfindən verilən məlumatların izlənməsi önəmlidir. Ancaq biz ötən günlər, o cümlədən Meksika rəhbərliyi tərəfindən vəziyyətin normallaşması və vəziyyətin nəzarət altında olması barədə açıqlamalarında şahid olduq.